Devlet İmtahan Merkezi 2025. yıl coğrafyadan test topusu birinci hisse yer səthinin relyefi bölməsində Azərbaycanın relyefi, ekstrüzyon relyef formaları mövzusunda 42 testin burada təhlilini verəcəm. Qobustan, Ceylançol, Acınqoyun və Naxçıvan orta dağlıq ərazilər üçün səciyyəvi olan relyef formaları. Bunlar Azərbaycanın quraq yerləridir. O görə də bunlarda alit dendrasyon relyef formaları yaranır ki, bunlara Yarğan qobunu misal göstərmək olar. Düzgün cavab B bəndi. Denudasiya prosesinin daha intensiv getdiyi ərazilər denudasiya dağılıb parçalanmış suların hündür yerlərdən alçaq yerlərə aparılması prosesidir. O yüzden denudasiya dağlıq relyefdə üstün gedir ki, buradaki cevaplar içerisinde Başkapkaz ve yan siste cevabı doğrudur. Denudasiya bu yerlerde gedir. Cevap Yemen'dir. A cevabında Şirvan üzerinde denudasiya olabilmez. B'de Samurdebeçi Lənkəranda, C'de Naxçıvan, Köləraz ovarında, D'de Samurdebeçi ovarında denudasiya prosesi edebilmez. Həmin yerlerde akkumulasiya prosesidir. Cevap Azərbaycandakı akkumulyativ düzənçlərin müəyyən akkumulyativ düzənçlər akkumulyasiya sularının gətirilib toplanması deyil. Bu köşə yerlərdə gedir, alçaq yerlərdə gedir. Gəncə Qazax düzü, Abşeron Qarabağ düzü düzgün deyil. Əsas Abşerona görə Qusar Mahalı düzənliyi Qobustan Qarabağ vulkan yaylısı, yenə də Qarabağ vulkan yaylısı Qobustan səpti. Köləraz Qobustan Qarabağ yaylısı, yenə də cavab səpti. Ceylançol Acınqoyun Araz boyu yenə də cavab səpti. Demək cavab Yemen'dir. Köləraz, Samurdebeçi, Lənkəran ovalıqları akkumulyasiya bu yerlərdə gedir. Cavab Y. Azərbaycanda moren çöküntülərindən daha geniş yayıldığı ərazilər. Moren buzlağın çöküntüsüdür. Buzlaq çöküntüsü Azərbaycanda ən yüksək dağlıq ərazilərdədir. O görə də ən yüksək ərazilər götürəcək. Cavablar içərisində Kiçik Qafqazın orta dağlığı yox, Lənkəran ovalığı olmaz, Ceylançol Acınqoyun olmaz, Böyük Qafqazın daha təyyarə əraziləri olmaz. Böyük Qafqazın yüksək dağlığında moren çeşitləri Təknəbari dərədir, Çardır, Sirkdir. Bunlar denudasyon relyef formalarıdır. Morenin çöküntüləri moren tirəsidir, moren tepəsidir, uc morendir ki, bunlar dediyim kimi Böyük Qafqazın yüksək dağlığında yayılıb. Azərbaycanda külək erozyonunun ən çox yayıldığı ərazilər, küləyin ən çox yayıldığı ərazi Azərbaycanda Abşeron yarımadası sanki daxil olub Xəzər dənizinin daxilinə içərisinə, şimaldan Xəzri vurur, cənubdan da Cirabar vurur. Bakı dünyanın bir nömrəli küləklər şəhəridir. 365 günün 300 günündən artığında burada külək əsir. O görə də düzgün cavab külək erozyonunun ən çox yayıldığı ərazi Abşeron Qobustandır. Cavab D bəndi. Azərbaycanda sel və sürüşmə hadisələrinin daha çox müşahidə olunduğu ərazilər, sel və sürüşmə su keçirən qum-çınqıl laylarının altında gil qatı olur. Gil qatının üzərində meyilli yerlərdə su toplananda deməli ərazidə sürüşmə baş verir Aralıq qüvvəsinin təsiri altında ki, Azərbaycanda üzəri çöküntü sularla örtülən ərazilər Böyük Qafqaz dağlarıdır. O görə sürüşmənin bizdə ən çox olduğu yer Böyük Qafqaz dağlarıdır. Cavab da bunu axtaracaq. Peştesər Bulvar silsilələri səpti. Kiçik Qafqazın cənub-şərq yamalı səpti. Böyük Qafqazın şimal-şərq cənub yamalı cavabı doğrudur. Çöküntü suların üzərində, gil qatı üzərində çöküntü suların meyilli yerlərdə yuxarıdan aşağı sürüşür. Abşeron üçün, Bakı üçün də xarakteristik cavab C bəndi. Böyük Qafqazın cənub yamacında sürüşmələrin baş vermənin əsas səbəbi dağ yamaclarında payda qırıntıların çox olması səbəbdir. Quruntuların toplanması, zəif meyilli dağ yamacı, zəif meyilli dağ yamacında sürüşmə olmaz. Düzən meşələrin geniş yayılması, düzən meşələr bizdə geniş yayılmayıb. Yamaclarda həng daşının səthə daha yaxın yerləşməsi səbəbdir. Gilli suların üzərində qumlu çınqıllı laylarda quruntuların toplanması sürüşmənin baş verməsinin əsas səbəbidir. Cavab Y bəndi. Böyük Qafqazın cənub-şərqində Yarğan qobu şəbəkəsinin geniş yayılmasının səbəbi arid iqlim şəraiti, yumşaq gilli suların olması,
Yarğan Qum şəbəkəsinin geniş yayılmasının əsas səbəbi quraq iqlim şəraiti, yüksək girdi suların olması ki, burada Yarğan Qum şəbəkəsinin inkişafına səbəb olur. Cavab A-bəndir. Qapıcı, Kömürgü, Camışdağ üçün məlumatlar. Qapıcı, Zəngəzurun, Kömürgü, Talış, Sirkətin, Camışdağda, Murovdağın zirvələridir. Qar xəttinə yuxarıda yerləşirlər. Bunlar qar xəttinə yuxarıda deyirlər, aşağıdadırlar. Kiçik Qafqaz tektonik zonasına daxildirlər. Zəngəzur, Talış, Murovdağ sistemləri Kiçik Qafqaz tektonik zonasına aiddirlər. Doğrudur. Mülayim isti iqlim tipi hakimdir. Bunların da, deməli, Qapıcı, Zəngəzurda mülayim isti iqlim yoxdur. Kömürgü ilə Camışdağda var. Ölkəmizin qərbində yerləşirlər. Kömürgü cənubda yerləşir, səhvdir. Yerləşdikləri təbii vilayətlərin ən düz zirvələridir. Qapıcıq, Ortaraz vilayətinin, Kömürgü, Lənkəran vilayətinin, Camışdağda Kiçik Qafqaz vilayətinin ən yüksək zirvələridir. Bu göldə bu düzgündür. Aid olduqları sistemdə vulkan mənşəli sular yayılmışdır. Bunlar Kiçik Qafqaz tektonik kalmasına aiddir. Kiçik Qafqaz tektonik kalması üçün də vulkan mənşəli suların yayılması xarakteristikdir. Bu da doğrudur. Deməli, düzgün cavab oldu. 2, 5, 6 cavab C-bəndir. Sürüşmə və sellərin Kiçik Qafqaza nisbətən Böyük Qafqazda daha tez baş verməsinin səbəbi atmosfer yağıntılarının Kiçik Qafqazda daha çox düşməsi. Kiçik Qafqazda yağıntının miqdarı Böyük Qafqazdan azdır, səhvdir. Kiçik Qafqazda çökmə, Böyük Qafqazda isə vulkan suların geniş yayılması əksinədir. Kiçik Qafqazda vulkanik, Böyük Qafqazda çökmə sular geniş yayılıb, səhvdir. B bəndi. C bəndində Kiçik Qafqazın qədim, Böyük Qafqazın cavan dağlara olması, hər ikisi cavan dağdır, səhvdir. Meşələrin Kiçik Qafqazda Böyük Qafqaza nisbətən daha geniş sahət tutması, əksinə Böyük Qafqazda meşələr Kiçik Qafqaza nisbətən daha geniş sahət tutur. Kiçik Qafqazın vulkanik, Böyük Qafqazda isə çökmə suların geniş yayılması, düzgün cavab budur, Y-bəndir. Kiçik Qafqaza nisbətən Böyük Qafqazda sürüşmə və sellərin daha çox olmasının səbəbləri, Kiçik Qafqaz yağıntılarının az düşməsi və yamacların meylinin çox olması, yağıntı az düşmür, yamaclarda çox dik deyil, səhvdir. Kiçik Qafqazda meşə və çəmən meşə landşaftının çox yayılması, bu əksinə sürüşmənin, selin qarşısına alan hadisədir. Böyük Qafqaz yağıntılarının çox düşməsi və ən qədim suların olmaması, bunun mətləbə dəxli yoxdur. Ən qədim suların olmaması pişirir, səhvdir. Böyük Qafqaz yağıntılarının çox düşməsi və meyilliyin daha çox olması əsas səbəb budur. Yağıntı boldur, meyilliyi çoxdur, çöküntü sulardır, altında gil var, gil suyu buraxmır ərazidə, sürüşmə, sellər geniş yayılır, cavab D-bəndir. Böyük Qafqazın şimal-şərq yamaclarında dar, dərin çay dərələrinin, yəni kanyonların yaranmasının səbəbi çayların əsasən buzlaq sularla qidalanması dikir eləyib. Buzlaq suyu olması şərt dögür, yumşaq suların geniş yayılması dikir eləyib. Yumşaq sular geniş yayılıb, dikir eləyib, dar, dərin çay dərələrinin yaranmasının səbəbidir. Düzgün cavab B-bəndir. Ərazi su hissəsi Dünya okean səviyyəsindən aşağıda yerləşən düzənlikdə burası Xəzər sahilində olanlardır. Şərur düzü olmaz, Naxçıvandadır. Salyan düzü Xəzər sahilindədir. Lənkəran varğı düzdür, Cənub-Şərq Şirvanda Xəzər sahilindədir. Düzgün cavab B bəndir. C-də Gəncə Qazax düzü səhvdir. D-də Qanıq Ərçay səhvdir. Y-də də ki Ceyrançöl səhv cavablardır. Səhv bəndlərdir. Salyan, Lənkəran, Cənub-Şərq Şirvanda bu yerlərin ərazisinin xeyli hissəsi Dünya okean səviyyəsindən xeyli aşağıdadır. Cavab pis qaşınmanın daha fəal getdiyi ərazidə pis qaşınma quran yerlər üçün xarakteristik. Buradakı yerlər içərisində Lənkəran rütubətlidir, Abşeronda pis qaşınma intensivdir, sular temperaturu böyükdür, Qonaq kənddə pis qaşınma zəifdir, Ceyrançöl Acınorda pis qaşınma güclüdür, quraq yerdir, Qarabağ yarısında pis qaşınma zəifdir, Naxçıvan Araz boyu Yenə Azərbaycanın quraq arid rayonlarındandır və bu yerlərdə pis qaşınma güclüdür. Deməli, düzgün cavab oldu. Abşeron, Acınor, Ceyrançöl, Naxçıvan Araz boyu düzənlikləri 2, 4, 6 cavab oldu. C bəndi.
Şurada zamanla aid olan xüsusiyyətlər aşınma nəticəsində yaranmışdır. Aşınma nəticəsində yaranmayıb bu akumulyasiya nəticəsində yaranıb. Səthi maqmatik sularla örtülmüşdür. Səthi çöküntü sularla örtülmüşdür. Səthi akumulyasiya mənşə çökmə sularla örtülmüşdür. Doğrudur. 3. Yarğan qumu şəbəkəsi geniş gəlmişdir. Burada yarğan qumu şəbəkəsi yoxdur. Relyef hamar genişlərdən ibarətdir. Doğrudur. Tamamilə okean seviyesindən aşağıdadır. Tamamilə yox. Şura Romanın bir hissəsi okean seviyesindən aşağıdadır. Azərbaycanın ən böyük olarıdır. Xəzərdən uzaqlaşdıqca hündürlük artır və 200 metrə qədər mütləq hündürlüyə malikdir. Səhvdir. Düzgün cavab 3, 5 cavab oldu G-bəndi. Azərbaycanda hansı relyef formaları təsərrüfat inkişafı üçün əlverişli deyil? Kəskin parçalanmış dik yamaclar, yarğan qomu şəbəkəsi. Buralarda təsərrüfat inkişafı üçün əlverişli şərait yoxdur. A cavabı ilə doğrudur. Kəskin parçalanmış dik yamaclarda, yarğan qomu şəbəkəsinin geniş şaltı yerlərdə təsərrüfat inkişaf etmək çox çətindir. Cavabəndir. B bəndi geniş düzənliklər az meyilli dağ yamacları əlverişlidir. C bəndi aldı büyük düzənliklər. D bəndində az meyilli dağ yamacları düzənliyə. Y bəndi aldı büyük düzənliklər təsərrüfat inkişaf üçün əlverişli şəraitə malikdir. Cavab bəndi. Araz çayının sol sahilində yerləşən düzənliklərə aiddir. Cənub-Şərq Şirvan Arazın sahilindədir, Kürün sahilindədir. Mil düzü Arazın sahilindədir. Cəyən düzü Arazın sahilindədir. Muğan düzü Arazın sağ sahilindədir. Həm də Kürün sahilindədir. Arazın sol sahilindədir. Arazın sağ sahilindədir Muğan düzü. Buna görə səhvdir. Şirvan düzü Arazın sahilindədir. Böyükdüz Naxçıvanda Arazın sahilindədir. Sol sahilindədir. Muğan Arazın sağ sahilindədir. Düzgün cavab 2, 3, 5. Kür çayının sağ sahilində yerləşən düzənliklərə aiddir. Şirvan düzü soldadır. Cənub-Şərqli Şirvan düzü soldadır. Mil düzü Kürün sağındadır. Salyan düzü Kürün sağındadır. Qarabağ düzü Kürün sağındadır. Cəyən düzü Arazın sahilindədir. Kürün sahilində deyil. Düzgün cavab oldu 3, 4, 5 cavab oldu D bəndi. Xəritə çıxımında işarələnmiş ərazilərdə ən çox baş verən ekstrem proses və onun əsas səbəbini müəyyən edin. Deməli, buradakı rayonlar Xızı rayonudur, Şamaxı rayonudur, İsmail rayonudur. Sürüşmə, intensiv yağıntılar və meyilliyin çox olması. Deməli, bunlar Böyük Qafqazın şimal-şərq yamacında yerləşirlər. Güclü yağış yağanda burada sürüşmə hadisəsi baş verir. O görə ki, meyilliyi çoxdur. Yumşaq qumlu çığırlı çuxurların adı cilqatın olması sürüşməyə səbəb olur. Cavabəndir. Xəritə çıxımında işarələnmiş ərazilərin zəif antropogen təsirə məruz qalmasının səbəbi Ceyran çöldür, Acınqurdur. Deməli, Xızı rayonu, Şamaxı, Qobustan rayonlarının əraziləridir. Deməli, düzən relyef formalarının geniş yer tutması, burada relyef düzən deyil, səhvdir. Orta lik temperaturun 10 dərəcə Celsius'dən yuxarı olması, orta lik temperaturu bizdə düzənliklərdə 10 dərəcə Celsius'dən yuxarıdır. Bu da düzgün bir şey deyil. Torpaqların məhdar olması, torpaqları məhdar olsa da su yoxdur. Arid döndürücü relyef formalarının üstünlüyü, arid döndürücü relyef formaları bunlarda üstündür. Yəni yarğan qobu, əhalinin məskunlaşması üçün əlverişli olması, yenə deyirəm, su yoxdur. O görə əlverişsizdir. Əkin ərazisi torpaqda azdır, o görə yenə də su yoxdur. Düzgün cavab 4, 5, 6. Cavab D bəndi. Eylül diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 1, 2, 1'ə aiddir A, B, həmçinin C aiddir, 2 aiddir, B-dir, həmçinin C aiddir. Deməli, 1 Kars mağarası istim, 2 Molen təpə tirələrdir, 3 relyef formalardır, 4 Getman konuslardır, 5 meandırdır. Ekstrasiya birinciyə aid xüsusiyyətləri oxuyuram. Ekstrasiya prosesi zamanı yaranır. Deməli, buzdağın fəaliyyəti ilə yaranır. Buzdağın fəaliyyəti yaranan Kars mağarası yaranmaz, Molen tirə təpələri yaranır, relyef formaları küləkli yaranmaz, Getman konusu axarsu yaradır, meandırda yenə də çaydır. Əyri xəttli dərəsdir. Deməli,
Bu A ait olacaq Morin-Tire təpələrinə. Deməli, birinciyə 2 aid olacaq, qalan bəndlərdə yoxlayan Y aiddir. Biri həmçinin Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq yüksək hissələrində rast gəlinir. Bu zolalar həqiqətən Morin-Tire təpələri yüksək dağlarda, Böyük Qafqazın yüksək dağlıq hissələrində rast gəlinir. Həmçinin deməli, bura aiddir S bəndi. S-dəki akkumulyativ relyef formasıdır. Morin-Tire təpələri akkumulyativ relyef formalarıdır. Deməli, biri aid olacaq Morin-Tire təpələri, biri aid olacaq ikinci, birinciyə aid olacaq ikinci. İkinciyə aiddir B, D, həm də S. B-də deyir, Gəncə, Qazax, Qarabağ düzlərində yayılmışdır. Burada Gəncə, Qazax, Qarabağ düzlərində Kars mağarası var. Moren çıxdıq, Eor relyef formaları yoxdur. Gətirmə konusları var, meandr yoxdur. Qarabağ düzlərində meandr var. B, D. Çayın dağdan düzənliyə çıxdığı yerdə formalaşır. Çayın dağdan düzənliyə çıxdığı yerdə yaranan bunların içərisində meandr düzən yerlərdə olur. Gətirmə konusları çay dağdan düzənliyə keçəndə olur. Həm də akkumulyativ relyef formasıdır. Deməli, S bəndini oxudum. Deməli, ikinciyə də aid olacaq gətirmə konusu. Deməli, birinciyə 2 aiddir, ikinciyə də 4 aiddir. Birinciyə 2 aiddir, ikinciyə də 4 aiddir. Cavab oldu B bəndi. Profilə əsasən rəqəmlərə uyğun gələn ərazilərin müəyyən edin. 1. Deməli, hündürlüyü 100-200 metrdir. Şəhər düz olmaz, Qanıq Hərçay olmaz, Həkəri rayonu olmaz, Kür çökəkliyi olar. Acın ordusu olmaz. Deməli, D cavab olacaq. 2. Hündürlük çox yüksəkdir. Şaxta zirvəsi olar. 3. Hündürlük təxminən 1500 metr hündürlükdədir. Qusar maili düzənliyi olar. 4-dəki təxminən 500 metr hündürlükdə, təxminən 200-300 metr hündürlükdə Samur Dəvəçi ovalığı olar. Deməli, Kür çökəkliyi, Şaxta zirvəsi, Qusar maili düzənliyi, Qusar maili düzənliyini keçir Samur Dəvəçi ovalığına. Cavab oldu D bəndi. Mil düzünün cədvəldə göstərilən düzənişlərlə fərqli xüsusiyyətlərini müəyyən edin. Mil düzünün Muğan düzündən fərqi, Samur Dəvəçi ovalığından fərqi, bir də ki, Gəncə Qazax düzündən fərqi. Həm Araz, həm də Kür çayının sahilində yerləşir. Mil düzü, deməli, mil düzü Kürlə Arazın arasındadır. Muğan düzü həm Araz, həm də Kür çayının sahilində yerləşir. Bu fərqlidir. Hər ikisi həm Kürün, həm də Arazın sahilində yerləşir. Burada bir fərq olmadı. Şirvan düzü ilə Kür çayı vasitəsilə ayrılır. Muğan düzü Şirvan düzü ilə Kür çayı vasitəsilə ayrılır. Mil düzdə Şirvan düzdə Kür vasitəsilə ayrılır. Burada da bir fərq olmadı. Cənubdan Salyan, şərqdən isə Cənub-Şərq Şirvan düzü ilə həmsərhəddir. Bu, deməli, Muğan düzünün mil düzündən fərqidir. 3. Bu görə fərq oldu. Samur Dəvəçi ovalığında fərqi. Tektonik çökmə zonasında yerləşir. Mil düzdə tektonik çökmədədir. Samur Dəvəçidə tektonik çökmədədir. Burada fərq yoxdur. Xəzər sahili mövqeyə malikdir Samur Dəvəçi. Həqiqətən mil düzü Samur Dəvəçi ovalığı Xəzər sahili mövqeyə malikdir. Mil düzü Xəzərin sahilində deyil. Bu da fərqli. 4-cü dövr çöküntüləri yayılmışdır. Hər ikisinə yayılıb. Deməli, burada da fərq yoxdur. Keçdik Gəncə Qazax düzü ilə. Dəniz səviyyəsindən aşağıda yerləşir. Mil düzü dəniz səviyyəsindən aşağıdadır. Gəncə Qazax düzü dəniz səviyyəsindən aşağıda yerləşmir deyir. Mil düzündə aşağıda yerləşən ərazilər var. Dəniz səviyyəsindən aşağıda yerləşmir. Gəncə Qazax düzünün fərqidir. 7. Kür çayının sağ sahilində yerləşir. Gəncə Qazax düzü də Kürün sağındadır. Mil düzdə Kürün sağındadır. Burada fərq yoxdur. Çayların yaratdığı yelpikvari gətmə konusları yayılmışdır. Yelpikvari gətmə konusları deməli Gəncə Qazax düzündə yaranacaq, amma mil düzündə yaranmayacaq. Bu da fərqli. Deməli, 1-ə aid olacaq 1, 2-ə aid olacaq 5, 3-ə aid olacaq 7 ilə 9.
Cevap da olacak A bendinde. 1'e 3, 2'ye 5, 3'e de 2, 7 ile 9 cevap verdim. Əla testi. Azərbaycanda çayların getmə konuslarının daha çox yayıldığı ərazidə getmə konusu çayın gətirdiyi köküntü materiallarından toplanan daş daharlardan yaranan deməli konusvari relyef formasıdır. Baş Qafqaz hissəsində yox, Qanı Xərçədə yaranır. 2. Acınor Ceyran çöldə yaranmış, Şirvan düzündə yaranır, Gəncə Qazax düzündə yaranır. Çay dağdan düzənliyə keçəndə yaranır. Getmə konusları 2, 4, 5. Xəritə sxemdə verilmiş rəqəmlərə əsasən aritdən ölçən relyef formalarının inkişaf etdiyi əraziləri müəyyən edin. Quraq yerlər, yarğan qobu şəbəkəsi olduğu yerlər. Deməli, 4 Qobustandı, 2 deməli Ceyran çöldür, 6 ki Naxçıvanda alçaq dağlıq ərazilərdir. 2, 4, 6 aritdən ölçən relyef formalarının yayıldığı yerlərdir bizdə. 2, 4, 6. Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında qalın çökmə sularının toplanması nəticəsində çaylar kanyonları dərə yaradır. Doğrudur. Çamurda, Qusarda, Qudyalda, Qarada, Bəlbələdə kanyonları dərələr yaranır. Həm piliz, həm də qeyri-piliz paydarlıqdır, həm də gəlir. Burada piliz əmələ gəlmir, səhvdir. Seyrək çay şəbəkəsi və meşə örtüyü yaranır. Çay şəbəkəsi seyrək deyil, səhvdir. Sürüşmə prosesi intensivləşir, doğrudur. Getmə konusu yaranır. Getmə konusu yaranır. Dağdan düzənliyə keçəndə getmə konusu yaranır. Qalın çökmə sular toplanıbdır. Bu da getmə konusunun yaranmasına səbəb olur. Palçıq vulkanlarında fəaliyyət aktivləşir. Palçıq vulkanları burada Böyük Qafqaz şimal-şərq yamacında yoxdur. 1, 4, 5. Gəncə Qazax düzünü Cənub-Şərq Şirvandan fərqləndirən əlamətlər. Gətirmə konusları yayılmışdır. Gəncə Qazax düzünə gətirmə konusları geniş yayılıb. Bir, Gəncə Qazaxın Cənub-Şərq Şirvandan fərqli, Cənub-Şərq Şirvanda gətirmə konusları yoxdur. Denodasiya prosesi akkumulasiyadan üstündür. Bunların heç birində denodasiya prosesi akkumulasiyadan üstün dögür, səhvdir. 4-cü dövrün çökmə suları yayılmışdır. Hər ikisində 4-cü dövrün çökmə suları yayılıbdır. Sıx çay şəbəkəsinə malikdir. Gəncə Qazax düzündə Həsən sudur, Tovuz çayıdır, Zəyəm çayıdır, Əsrik çayıdır, Goran çayıdır, Kürək çayıdır, Kor çayıdır. Orada çay çoxdur. Amma Cənub-Şərqi Şirvan düzündə demək olar ki, çay yoxdur. O görə sıx çay şəbəkəsinə malikdir, cavabı doğrudur. Alçaq şabaldı torpaqlar yayılmışdır. Açıq şabaldı torpaqlar yayılmışdır. Gəncə Qazax düzündə açıq şabaldı torpaqlar var. Amma Cənub-Şərqi Şirvan düzündəki torpaqlar boz torpaqlardır. 5 fərqli yarımtərə quru çölümü mövcuddur. Hər ikisində yarımtərə quru çölümü mövcuddur. Düzgün cavab oldu 1, 4, 5. Cənub-Şərqi Şirvan düzünü Gəncə Qazax düzündən fərqləndirən əlamətlər. Getmə konusu yayılmışdır. Buraya üçün xarakterik deyil. Yanacaq mənşəli payidar qazıntılarında zəngindir. Cənub-Şərqi Şirvanda yanacaq mənşəli payidar qazıntılar, neft qaz ehtiyatları çoxdur. Düzdür. Bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Düzdür. Cənub-Şərqi Şirvan bir hissəsi okean səviyyəsindən aşağıdadır. Gəncə Qazax okean səviyyəsindən yuxarıdadır. Qış mülayim, yay isti quraq olur. Hər ikisində eynidir. Boz çəmən torpaqlar üstün təşkil edir. Burada Cənub-Şərqi Şirvan düzündə boz çəmən torpaqlar, Gəncə Qazax düzündə açıq şabaldı torpaqlardır. Fərqli. Xəzər sahilin mövqeyi yanıtların çox düşməsinə səbəb olur. Xəzər sahilin mövqeyi yanıtların çox düşməsinə səbəb olmur. Bu Cənub-Şərqi Şirvan xüsusiyyət deyil. Düzgün cavab oldu 2, 3, 5. Azərbaycanın ən quraq yerlərindən biridir Cənub-Şərqi Şirvan düzü. 350 mm illik yağıntısı var. Cavab oldu 2, 3, 5. Qanı Xərçə vasitəsilə Şirvan düzünün əlamətləri. Yeraltı şirin sular səthə yaxındır. Qanı Xərçədə yeraltı sular şirindir. Amma Şirvan düzündə su varmadan yarandığına görə yeraltı sular şirindir, şorsuludur. O yüzden bunların ümüdür. Kışı qura çiçən mülayim isti iqlim. Bu Qanı Xərçaydadır. Şirvan düzündəki iqlim kışı mülayim çiçən yarım sərə qurçu iqlim tipidir. Ya isti quraq olmaq şərtilə. O görə bu Qanı Xərçayın Şirvan düzündən ümumi cəhət deyil.
fərqli xüsusiyyətli. Səthi 4-cü dövrün çökmə surlarla örtülmüşdür. Hər ikisinin səthi 4-cü dövrün çökmə surlarla örtülüb. Kür tektonik zonasına daxildir. Qanıq Ərçəydə, Şirvandüzdə Kür tektonik çökmə zonasına aiddir. 4. Ceyrançul Acunov fiziki coğrafi rayonuyla həmsərhəddir. Qanıq Ərçay Ceyrançul Acunovla həmsərhəddir. Şirvandüzdə Ceyrançul Acunovla həmsərhəddir. Bu da ümumi xüsusiyyətdir. Bir hissəsi okean seviyesindən aşağıda yerləşir. Qanıq Ərçay okean seviyesindən aşağıdadır. Okean seviyesindən aşağıda olan Şirvandüzdür. Ümumi əlamət deyil bu da. Deməli, düzgün cavab oldu 3, 4, 5. A düzənliyi Gürcüstan sərhəddi Mazımçaydan başlayaraq Girdmançaya qədər davam edən ərazidə yerləşir. Düzənlikdə çayların yaratdığı yelpikvarı gətirmə konuslara yayılmışdır. Düzənlikdən şimal-şərqə doğru Başqafqaz hissəsi yerləşir. Verilənlər əsasən A düzənliyini müəyyən edib Samur Dəvəçi ovalığında fərqli xüsusiyyətlərini seçin. Deməli, bu düzənlik Mazımçay, deməli, Azərbaycan-Gürcüstan sərhədindədir. Deməli, Qanıq Ərçay zonasındadır. Bura Qanıq Ərçayın qollarıdır, Taladır, Kişdir, Şindir, Kümrük çaydır, Qaraçaydır. Bu çaylar burada yerləşir. Qanıq Əliçay düzdür bura. Girdman çaya doğru da burada Şirman düzünün çayları var. Deməli, Əlcandır, Türyandır, Göyçaydır, Girdiman çaydır. Bu çaylar yerləşir. Girdman çaya qədər dedik. Deməli, əsas buranın ərazisi deməli olur Qanıq Ərçay düzü. Qismən də Şirvan düzü. O yüzden bunun Samur Dəvəçoğlu'ndan fərqli xüsusiyyətini tapacaq. Akkumulyativ alüvyal prolüvyal düzənlikdir. Hər hissə akkumulyativ alüvyal prolüvyal düzənlikdir. Oxşar xüsusiyyətli. Dəniz səviyyəsindən aşağıda yerləşən ərazisi yoxdur. Burada yoxdur, amma Samur Dəvəçidə var, bu fərqli. Kür tektonik çökəkliyi zonasında yerləşir. Bura Kür tektonik çökəkliyi zonasındadır. Samur Dəvəçi ön Qafqaz tektonik çökməsidir, fərqli. Arit döndürsün relief formaları üstünlüğü təşkil edir. Arit döndürsün relief formaları üstünlüğü təşkil etmir. Mülayim istiqlim tipinə malikdir. Mülayim istiqlim tipi qışı bura ki, mülayim istiqlim tipi buraya çox xarakterikdir. Samur Dəvəçidə yarımçara qurçöyümüdür. Bu fərqli. 4-cü dövr çöküntülər yayılmış. Tərəsində 4-cü dövr çöküntülər yayılıb. Düzgün cavab oldu 2, 3, 5. Ordubadça və şəhər düzlər üçün ümumi əlamətləri müəyyən edin. Bir orta araç bu əyilməz zonasında yerləşir. Bura araç zaman platformasıdır. 2 mütləq hündürlüyü 600 metrdən çoxdur. Həqiqətən də həm Ordubadda, həm şəhər düzündə deməli mütləq hündürlüyü 600 metrdən çoxdur, düzgündür. Çayların getmə konuslarına rast gəlinir, düzgündür. Hər ikisində var. Araz çayının sol sahilində yerləşirlər. Hər ikisi Araz çayının sol sahilindədir. Zəif parçalanmış qalxanvari lava massivlərdən təşkil olunub səpdir. Zəngəzur dağlarının cənub ətəklərində yerləşir. Zəngəzurun cənub ətəyində yerləşən Ordubadlı Şərur Dərələyəzin cənub ətəklərində yerləşir. Burada bir ümumi əlamət olmadı. Deməli, mütləq hündürlüklərin 600 metrdən çox olması, getmə konuslarının yaranması, Araz çayının sol sahilində yerləşməsi buranın ümumi əlamətləridir. 2, 3, 4. Cədvələ əsasən doğru sıraların müəyyəni relyef forması aid olan əlamət Şahnabad dərəsi Başqafqaz silsiləsində Bazardüz zirvəsindən şərqdə yerləşir. Bazardüzün şərqindədir. Şahnabad dərəsi, düzü də deyirlər buna. Deməli, bu bir doğrudur. Ömər aşırımı Qarabağ silsiləsinin süvarisində yerləşir. Ömər aşırımı Murovdağda yerləşir. Kəlbəcəri Göygöllə birləşdirən aşırımdır, səhvdir. Gəncə Qazax düz getmə konusları yayılmışdır. Gəncə Qazax düz getmə konusları geniş şəkildə yayılıb, doğrudur. Samur Dəvəçoğlu abrazyon düzənliklər yaranmışdır. Abrazyon düzənlik suyun sahildə yaratdığı düzənlikdir. Samur Dəvəçoğlu belə bir düzənlikdir. Bu da doğrudur. Niyaldağ aşağı Ağkörpü, Meşəsu, Qotursu ki, bunlar Lənkəran vilayətindədir. Mineral buralar yerləşir, Niyaldağda dögür, səpdir. Bərliyət hissəsi polimetal var, dəmir yoxdur, mis yoxdur, yanaşist yoxdur. İlə zəngindir, səpdir. Düzgün cavab oldu 1, 3, 4. Cədvələ əsasən doğru olmayan sıraların müəyyəni relyef forması aid olduğu əlamət yazı yaylası
Ceyhan və Hərəmi düzləri arasında yerləşir. Yazı yaylası Həkərdə. Həkəri deməli Bazar çayı, Həkər çayları arasında yerləşir. Ceyhanlar arasında deyil. Bu doğru deyil. Acınur düzü Xocaşen Daşüz silsilələri arasında yerləşir. Xocaşen ilə Daşüzün arasında Acınur düzü yerləşir. Bunu relyefdə də demişdik. Bu doğrudur. Cənub-Şərqi Şirvan düzü palçıq vulkanlarının konusları və təpələrinə rast gəlinir. Cənub-Şərqi Şirvan düzündə bunlar var. Bu da doğrudur. Qarabağ vulkan hissəsi mütləq hündürlüyü Qarabağ hissəsindən daha yüksəkdir. Qarabağ hissəsinin hündürlüyü 2725, burada 3616 həqiqətən hündürdür. Buravar hissəsi Talış Pirsə hissələrinin arasında yerləşir. Talış Pirsənin arasında deyil. Cənubdan şimala doğru gəlir. Birinci Talışdır, ikinci Pirsədir, üçüncü Buravardır. O görə də arada deyil, bu səhvdir. Arada düzür. Dəli Dağ zirvəsi Şərqi Göyçə hissəsinin ən uca zirvəsi. Dəli Dağ zirvəsi Qarabağ vulkan şəlalasının ən uca zirvəsi, Şərqi Göyçənin ən uca zirvəsi deyil. Orada bu da səhvdir. Düzgün cavab oldu 1, 5, 6. Cədvələrsən uyğun olmayaydın, doğru, yanlış. Böyük və Kiçik Qafqaz dağlarının, həmçinin Naxçıvanın yüksək dağlıq zonalarında B şəkilli dərələr yayılmışdır. Dağlıq ərazilərdə Azərbaycanda B şəkilli dərələr bütün dünyada olduğu kimi Azərbaycanda da xarakteristikdir. Bu doğru ifadədir, biz də doğrunu istəyirdik, bunu götürəcək. U şəkilli dərələr Respublikamızın düzənlik rayonları üçün xarakteristikdir, yəni enli dərələr, enli dayaz dərələr düzənliklər üçün xarakteristikdir. Bu da doğrudur, bunu da götürəcək. Respublikamızda deməli biri də götürmüşük, ikini də götürmüşük. Respublikamızda Kars mağaralarına daha çox qanıq ərçə çökəkliyində rast gəlinir. Kars mağaraları qanıq ərçəkli deyil, Qarabağ düzündə geniş yayılıb. İndi yanlışlar. Talış dağlarının yüksək hissələrində nival buzlaq relyef formaları geniş sahibdir. Talışların yüksək hissədə nival buzlaq relyef formaları yoxdur. Hündürlüyü 2500 metrdən azdır. Bu yanlışdır. Yanlış istəyir bizdən. Bu yanlışdır. O görə bunu da götürəcək. Yanlış fikirdir. Respublikamızda Kür dağ sisteminin ən yüksək zirvəsi Zəngəzur hissəsində yerləşir. Kiçik Qafqazın ən uca zirvəsi Qapıcıq, Kiçik Qafqaz dağlarına aiddir. 3904 metr Zəngəzurda Qapıcıqdır. Bu da doğrudur. Bizdən yanlış hissə götürməyəcək. Kür Araz ovalığı Kür çökəkliyinin çox hissəsini əhatə edir və qərbdən şərqə doğru genişlənir, Xəzər dənizinə qədər uzanır. Doğrudur. Bizdən yanlış hissəni bunu götürməyəcək. Deməli, cavab oldu 1, 2, 4. Birin işarəsi indi gəldi. 1, 2, 4. Xəritə sxeməsindən vulkanik platolar və düzənliklərin olduğu əraziləri müəyyən edin. Vulkanogen platolar bizdə bu Qarabağ tərəfdədir. O görə də Qarabağ düzündə bir də ki, Həkərdə. Deməli, 1 ilə 5-dədir. 3-də yoxdur, 2-də yoxdur, 4-də yoxdur. 1, 5. Azərbaycanda yarğan qobu şəkilsində daha çox inkişaf etdiyi ərazidə göstərin. Yarğan qobu Muğan düzündə olmaz. Acınorda var, Ceyran çöldə var, Mil düzündə yoxdur, Qobustanda var, Lənkəran ovalında yoxdur. Yarğan qobu şəkilsində ayrı rayonlardadır. Ayrı rayonlarda əsas elə bizdə Ceyran çölü Acınordur, Qobustandır. 2, 3, 5 doğru cavabdır. Sxemdə təsvir olunan təbiət hadisəsi üçün səciyyəvi əlamətlər. Sxemə baxırıq burada sürüşmə prosesidir bu. Ərazi sürüşüb, yalnız dəniz sahillərində baş verir. Dəniz sahilində yox, Böyük Qafqaz şimal yamasında, Cənub yamasında da olur. Bu səhvdir. Qum və gil laylarının növbələşdiyi yamaclarda daha çox yönəlir. Qumun altında gil olanda olur, düzgündür. Yaranmasında yeraltı sular mühüm rol malikdir. Həqiqətən yeraltı suların hesabına olur bu. Əsasən endogen mənşəli qüvvələrin təsiri yaranan, endogen yox, eksogen mənşəli qüvvələrin təsiri altında yaranan səhvdir. Ağac və kol bitki əkilməsi prosesi həll etmək mümkündür.
Həqiqətən də bunu mümkündür zəbt etmək. Azərbaycan Kiçik Qafqaz dağlarında daha geniş yayılmışdır. Kiçik Qafqaz yox, Böyük Qafqazda Qobustan aşırımında daha geniş yayılıb. Düzgün cavab oldu 2, 3, 5. Cədvələsdən doğru sıraları müəyyən edin. Muğan düzü Kür və Araz çaylarının sağ sahilində yerləşir. Doğru fikirdir. Qarabağ düzü ilə həmsərhəddir. Qarabağ düzü ilə bunun arasında, Muğan düzü arasında deməli Araz çayı var. Səhvdir bu. Qarabağ düzü ilə həmsərhəd deyil. O yanlış fikirdir. O görə də bunu götürəcək. Yanlış dediyinə görə bir doğrudur, ikinci yanlış fikir deyici yanlışdır. Bir de biri götürəcək. Mil düzü, Mezdo yaşlı neft yataqları var. Mil düzündə var. Doğru fikirdir. Palçı vulkanlarının konusları və təpələri geniş gəlmişdir. Geniş tarihdir. Burada bu yoxdur. Yanlış fikirdir. O yüzden bunu da götürəcək. Mezdo yaşlı neft yataqları var. Palçı vulkan konusları və təpələri geniş tarihtir. İkini de götürdük. Doğru deyici doğrudur. Yanlış deyici yanlışdır. Lənkəranoğlu 4-cü dövr çöküntüləri yayılmışdır. Doğrudur. Akkumulyativ düzenlikdir. Doğrudur. Ama yanlış dediğine göre bunu götürmeyecek. Yanlış değil akkumulyativ düzenlik olması. Şərq düz alluvial pluvial çöküntülər yayılmışdır. Düzgündə Kiçik Qafqaz tektonik qalma zonası yerləşir. Bura 4-cü dövr yanlış dedici Kiçik Qafqaz tektonik qalma zonası Araz zaman platformasındadır. Yanlış dedici yanlışdır. Ona göre de bunu götürdük. 5. Gəncə Qazaq düzü şurada Araz çökəliyi tektonik zonasında yerləşir. Bu düzgündür, doğrudur. Çay getmə konusu yayılmışdır. Çay getmə konusu yayılmışdır. Bu doğrudur, yanlış deyir o görə də bunu götürməyəcək. Hərəm düzü İncə və Cəyən düzlərinin arasında yerləşir. İncə Cəyən düzlərinin arasında yerləşir. Küraz obalında yerləşir, yanlışdır. İncə Cəyən düzü arasında yerləşmir. Hərəmidir, hərəmdən sonra gəlir İncə, sonra gəlir Cəyən, arada döcür. Orada bu doğru deyici yanlış götürməyəcək. Demək düzgün fikir oldu 1, 2, 4. Xəritə sxemasının aritdən düzgün ekstrasiya çay akkumulyativ reformlarının gelişi adı ərazilərin müvafiqatçılığı müəyyən edin. Aritdən düzgün deyici Ceyran çöldə 4'dir. Ekstrasiya deyici buzlaq 2'dir. Böyük Qafqaz yüksək dağlıq hissələrdir. Çay akkumulyativ deyicidəki Qanıxın Əri çayın çəkdiyi yerdə 6. Deməli, bu da oldu çay akkumulyativ relyef olması. Deməli, 4, 2, 6. Qalan yerlərə uyğun gəlmiş 4, 2, 6 doğru cavabdır. Uyğunluğu müəyyən edin. Akkumulyasiya prosesi Şirvan düzü akkumulyasiyadır. Deondasiya Lənkəran ovalığı səhvdir. Sürüşmə Talış dağları yenində səhvdir. Deməli, bir səhv oldu Lənkəran onda əsas deondasiya olmaz. Samur Dəvəçidə akkumulyasiya, Zəncəzurda deondasiya, Dübrasi hissəsində sürüşmə var. Deməli, 2 doğrudur. Samur Dəvəçidə akkumulyasiya, Zəncəzurda denudasiya, Dübrasi hissəsində sürüşmə prosesi 2 doğrudur. 3. Ceyrançol alçaq dağlığında akkumulyasiya səhvdir. Şərq Ordubad düzündə denudasiya səhvdir. Sürüşmə Başqafqaz hissəsi düzgün 3'ü götürmədik. 4. Lənkəranovunda akkumulyasiya düzgündür. Denudasiya Acunov düzgündür. Sürüşmə Başqafqaz hissəsi düzgündür. 4'ü götürdük. Akkumulyasiya Murovdağda olmaz səhvdir. Denudasiya Qarabağ düzündə olmaz səhvdir. 6. Muğan düzü akkumulyasiya düzgündür. Denudasiya Qobustan sürüşmə yan sistem doğrudur. 2, 4, 6. Uyğunluğu müəyyən. Akkumulyasiya denudasiya Qarabağ vulkanının yaylası denudasiya A gələcək 2'ye. Samur Dəvəçoğlu akkumulyasiyadır. Gələcək 1'e. B gələcək 1'e. Salyan düzü akkumulyasiya gələcək 1'e. Yan sistem dağdır. Gələcək denudasiya 2'ye. Muğan düzü akkumulyasiya gələcək 1'e. Deməli 1'e B, S, E, 2'ye A ilə D.
Uyğunluğu müəyyən edən relyef formları denudasiyon akkumulyativ ərazilər. Kür ərazi akkumulyativ mənşəlidir. A gələcək 2-yə. Lənkəran akkumulyativ mənşəlidir. B gələcək 2-yə. Yan sistə yüksək dağdır, denudasiyadır. C gələcək 1-ə. Murov dağ yenə yüksək sistədir, denudasiya gələcək 1-ə. Samur dəvəçi ovalıqdır, akkumulyasiyadır, gələcək 2-yə. Deməli, denudasiyaya gələcək 1-ə gələcək C idi, 2-yə gələcək A, B, E. Şurada bununla da deməli, Azərbaycan relyef mövzusunda ümumiyyətlə litosfer bölməsinin testləri qurtardı. Bu qədər.